Menstrual qan xəstəliklərin erkən aşkarlanmasına kömək edir. Tullantı sayılan menstrual qan qadın sağlamlığında yeni diaqnostik imkan kimi araşdırılıb. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən startaplar və elmi qruplar ev şəraitində qeyri-invaziv üsulla toplanan menstrual qanın endometrioz da daxil olmaqla bir çox xəstəliyin aşkarlanmasında faydalı ola biləcəyini göstərib. San Francisco bölgəsində qurulan NextGen Gene indiyədək minlərlə istifadə olunmuş tampon nümunəsi toplayaraq RNT, DNT və zülallar üzərində analiz aparıb. Tədqiqatlar endometriozu olan və olmayan qadınlar arasında mühüm molekulyar fərqlər aşkar edib. Məqsəd isə illərlə gecikən və yalnız cərrahi yolla qoyulan endometrioz diaqnozu üçün sadə ev testinin yaradılmasıdır. Digər layihələr menstrual qablar və xüsusi gigiyenik vasitələrlə canlı hüceyrələri toplayaraq hüceyrə səviyyəsində fərqləri araşdırır. Bundan əlavə, menstrual qan hormon səviyyəsinin izlənməsi, xərçəng növlərinin skrininqi, diabetə nəzarət və kök hüceyrə tədqiqatları üçün potensial analiz mənbəyi sayılır.